Rufodan finala düşmüş 2015-ci ildə ilk iki sualın isbatına baxaq. Bizə deyir ki, ABC ədədləri müsbət həqiqi ədədlərdir. ABC hansını bizə 1 bölünsün 8 verib və A kvadrat üzərinə gəlsin B kvadrat üzərinə gəlsin C kvadrat üzərinə gəlsin A kvadratı B kvadratı A kvadratı C kvadratı B kvadratı C kvadratı. Bu deməli ifadə 15-dən 16-dan böyük bərabərdir. Belə yazaq, 15-dən 16-dan böyük bərabərdir. İndi biz bunu isbat etməliyik. Bunun üçün istifadə edəcəyimiz teorem var. Ədəd orta böyük bərabərdir həndəsi ortadan. Ədəd orta təbii ki, burada A1-dən deməli A-ya qədər ədədlər götürürük. Hamısı yenidən müsbət həqiqi olmalıdır. Ədəd orta bunların cəminin saylarına olan nisbətidir. Həndəsi orta isə bunların n-ci dərəcədən deməli hasillərinə bərabərdir. İndi burada əsas bərabərliyimiz dedik ki, budur bərabərsizliyimiz. Ədəd orta böyük bərabərdir həndəsi ortadan. Yəni yazsaq A1-dən A-ya olan cəmin n nisbəti böyük bərabərdir. Kökyoxda n-ci dərəcədən bunların hasilinə. Bunların hər tərəfini biz n-ə vururuq. Əsas nəticə budur. Böyük bərabərdir. N vurulsun kökyoxda n-ci dərəcədən A1-dən A-ya qədər olan hasil. Əsas ifadə edəcəyimiz nəticə budur. İndi gəlin burada tətbiq etməyə çalışaq bundan. Birinci bura baxırıq. A kvadrat üzərinə gəlsin, B kvadrat üzərinə gəlsin, C kvadrat. Bunların cəmi n, yəni sayları vurulsun. 3-cü dərəcədən kökyoxda A kvadratı, B kvadratı, C kvadratı. Mən indi bu hasili ABC-nin kvadratı kimi yaza bilərəm. Və mənə də ABC-ni 1/8 vermişdi. Yazıram ki, 3 vurulsun kökyoxda 3-cü dərəcədən 8-də 1-in kvadratı şəklində yazıram. Bu da 3 vurulsun 2-də 1-in kvadratı 4-də 1, yəni 3/4. Mən bu cəmə gəlin T deyim, T. Bu cəmə də S deyirəm. Deməli bu T cəmi böyük bərabərdir 3 bölünsün 4-dən. Bunu tapdıq. İndi keçirəm ikinci cəmə. A kvadratı B kvadratı üzərinə gəlsin A kvadratı C kvadratı B kvadratı C kvadrat. Bu da böyük bərabərdir 3 vurulsun 3-cü dərəcədən bunların hasili. Bu da eləyəcək ABC-nin üstü 4. 3 vurulsun 3-cü dərəcədən yenidən 8-də 1, bunun da qüvvəti 4. 3 vurulsun 2-də 1 üstü 4, o da 16-da 1, yəni 3/16. Bu cəmdə mən bir S demişdim. S cəmi də böyük bərabərdir 3/16-dan. Bunları tərəf-tərəfə toplayaq. T üzərinə gəlsin S böyük bərabərdir. Mən bunu da yazıram 16-da 12 kimi. Böyük bərabərdir 16-da 15-dən. T ilə S-in cəmdə, yəni baxın bu cəmdə 16-da 15-dən böyükdür. Və bu da nə oldu? İsbat olunmuş oldu. Deməli birinci sualın həlli bu şəkildə oldu. Keçək P2-yə. P2-də deyir ki, ABC sucanın tərəfləridir. S sucanın sahəsidir. Bunu sübut etməliyik. İlk öncə biz bunu gəlin bərabərsizlikdən istifadə edək. Bu çox məşhurdur. A kvadrat üzərinə gəlsin, B kvadrat üzərinə gəlsin, C kvadratı böyük bərabərdir AB, AC, BC-dən. Necə bunu sübut edə bilərik? Gəlin hər tərəfi 2-yə vuraq. Bunu da 2-yə vururam. Burada da hər tərəfi 2-yə vururam. Sonra da bunu tərəf-tərəfə çıxsaq, bunu belə qruplaşdıraq. A kvadrat çıxaq 2AB üzərinə gəlsin, B kvadrat üzərinə gəlsin, A kvadratı çıxaq 2AC üzərinə gəlsin, C kvadratı, B kvadratı çıxaq 2BC üzərinə gəlsin, C kvadratı böyük bərabərdir 0-dan. Bu ifadə A çıxaq B-nin kvadratı üzərinə gəlsin, A çıxaq C-nin kvadratı üzərinə gəlsin, B çıxaq C-nin kvadratı müsbətdir. Bu bunun isbatı idi. Yəni bunu belə isbat eləmiş oluruq. Təbii ki, bunu yəni yazanda bunun mütləq isbatını yazmalıyıq ki, tam bal alaq. Nəysə, yenidən yazaq. Aha, bunu bildik. İndi burada hər tərəfi gəlin 6-ya bölək. A kvadrat üzərinə gəlsin, B kvadrat üzərinə gəlsin, C kvadrat bölək 6 böyük bərabərdir AB, AC, BC cəminin 6-ya olan nisbətini. Sonra sucanın sahəsində var ki, AB vurulsun sinus alfa, 2-də 1 AB vurulsun sinus alfa. Sinus alfa da bilirik ki, 0 ilə 1 aralığında yerləşir. Ona görə də bu ifadə AB bölünsün 2-dən kiçik bərabər olmalıdır. Yəni S AB bölək 2-dən də kiçik bərabərdir, AC bölək 2-dən də, BC bölək 2-dən də. Bunları tərəf-tərəfə toplasaq, 3S kiçik bərabərdir AB, AC, BC cəminin yarısından. Deməli, AB, AC, BC cəminin 6-ya nisbətindən S kiçikdir. Və bu da dedik ki, A kvadratı, B kvadratı, C kvadratı bölünsün 6 da bundan böyükdür. Deməli, bunu silsək, yəni baxın, buradan da bunun ifadəni almış oluruq və bu da bunun isbatı olmuş olur. Yəni, bu iki sualın isbatı bu şəkildə idi.